Marneuli Bələdiyyə Məclisinin yeni tərkibi artıq təsdiqlənib. Yeni tərkib 35 deputatdan ibarət olacaq. Onlardan 34-ü hakim partiyanın, biri isə müxalifət partiyasının üzvüdür. Öncəliklə bütün Marneuli əhalisi salamlayıram. 4 oktyabr keçirilən seçkilərdə bizə göstərdikləri etimad üçün onlara təşəkkür edirəm. Bildiyiniz kimi bugün artıq 2025-2029 Bələdiyyə Məclisinin ilk iclasıdır və bu iclasda Bələdiyyə Məclis sədri, onun müavinləri, komissiya rəhbərləri və fraksiya rəhbərləri seçilir. Artıq biz bu prosesə başlamışıq və əminəm ki, yeni bələdiyyə üzvləri bu 4 il ərzində öz bacarıqları əsasında əlindən gələni edəcəklər. Mən artıq ikinci dəfədir ki, bələdiyyə məclisi üzvü oluram. Bundan əvvəl də komissiya rəhbəri idim, infrastruktura, şəhər qurumu və planlaşdırma. Keçən 4 il ərzində bir çox layihələrə imza atdıq. Bunlar zaten həm bələdiyyə Facebook səhifəsində, həm medianın səhifələrində, həm də yerli medialarda işıqlandırıldı. Ümid edirəm ki, ondan sonra da eyni aktivlikdə fəaliyyətimizə davam edəcək və həm bələdiyyə məclis üzvləri ilə, həm də media əməkdaşları ilə sıx bir əlaqədə olaraq bütün energiyamızı bələdiyyəmizin inkişafı üçün istifadə edə biləcək. Mən də öz növbəmdə salamlayıram izləyicilərimizi və biz də öz komandamızla birlikdə özümüzün inzibati ərazi vahidliyimizin, elə də Marneulimizin inkişafı və rifahı üçün, səhlənməsi üçün çalışdığımız qədər əlimizdən gələn dərəcədə köməklik edəcəyik. Bildiyiniz kimi kəndlərimizdə bir çox işlər görülür. Yenə görüləsi işlərimiz var. Bununla bağlı da biz də əhalimizin tələblərinə uyğun olaraq gələcəkdə qalan problemlərimizin həlli üçün Sakreboloda əlimdən gələn dərəcədə dəstəyimi göstərəcəm. Mən öncəliklə Marneuli xalqına bizə etimad etdiyi üçün özlərinin təşəkkürümü bildirirəm. Bu 4 ildir ki, majoritar deputat olaraq Marneuli 3-cü bölgəsindən fəaliyyət göstərirəm. Yenə də ki, 4 il inşallah fəaliyyət göstərəcək. Marneulidə yarımçıq qalan işlərimizi tamamlamağa çalışacağıq. Bundan öncəkilər kimi yenə 4 il müddətində fəaliyyət göstərməyə hazıram. Və mən öz kolleqalarıma, seçilmiş dostlarımıza hamısına uğurlar arzu edirəm. Sakrebolo deputatları gələcək planlarından danışıblar və seçicilərə göstərdikləri dəstəyə görə təşəkkür ediblər. Qeyd edək ki, 2025-2029-cu illər üzrə